Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Möhtərəm müsəlmanlar, möhtərəm qardaşlar, bu günləri hidayət neməti barədə danışacağım. Və bildiyimiz kimi hidayət, yəni doğru yol, hamının əldə etmək istədiyi bir nemətdir. Və hidayət neməti ən böyük nemətdir. Çünki məhz hidayət sayəsində, yəni doğru yol sayəsində insan həm bu dünyada, həm də axirətdə xoşbəxtlik tapır. Və qiyamət günü yalnız bu nemət vasitəsilə insan nicat tapacaq. Və ona görə biz namazda, namazın hər rükətində Allahdan hidayət diləyirik, doğru yol istəyirik. Və deyirik ki, İhdinəs sıratal müstəqim. Allaha dua edirik. Çünki Fatihə surəsi tək Qurandan bir surə deyil, həmçinin duadır. Yəni insan namaz qılanda bunu hiss etməlidir və bunu başa düşməlidir. Ki, Fatihə surəsi vasitəsilə insan Allahdan diləyir, Allahdan istəyir. Nə istəyir? Doğru yol, hidayət istəyir. Və sonra Allah Teala buyurur ki, İhdinəs sıratal müstəqim, sıratallezine en'amte aleyhim. Yəni hidayəti uca Allah bildirir ki, hidayət kimdir, nədir? Kimlərin yoludur? Nemət verdiyin kəslərin yoluna. Və başqa bir ayədə Allah Teala bildirir ki, nemət verdiyi kəslər kimlərdir? Peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər. Və ümumiyyətlə hidayət haqqı bilib ona tabi olmaqla əldə olunur. Haqqı biləsən və sonra ona tabi olasan. Yəni bu ikisindən biri əgər tamamlanmasa, yəni insan haqqı bilsə, ona tabi olmasa və yaxud haqqı bilməsə, hidayət əldə edə bilməz. Və ona görə ayənin Fatihə surəsinin sonunda Allah Teala buyurur ki, Sıratallezine en'amte aleyhim gayril məğdubi aleyhim vələddallin. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə düçar olmuşların və azmışların deyil. Və alimlər də qeyd edirlər ki, qəzəbə düçar olmuşlar o kəslərdir ki, onlar haqqı bilib ona tabi olmurlar və azmışlar da kimdir? O kəslər ki, onlar haqqı bilməmişlər. Haqqı axtarmayıblar, tapmayıblar. Və uca Allahın bizə olan nemətidir ki, Allahın insanlara, qullarına olan böyük nemətidir ki, uca Allah onlara doğru yolu, hidayəti bildirmək üçün kitablar nazil etmiş və həmçinin peyğəmbərlər göndərmişdir. Yəni bu uca Allahın bizə olan lütfüdür, mərhəmətidir. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, məndən əvvəl göndərilən elə bir peyğəmbər olmayıb ki, öz ümmətinə bildiyi ən xeyirli şeyi göstərmək və bildiyi ən böyük şərdən onları çəkindirmək onun üzərində bir haqq olmasın. Yəni bütün peyğəmbərlərin üzərinə haqq olub ki, öz ümmətlərini bildiyi bütün hər bir xeyri onlara öyrətsinlər və həmçində hər bir bildikləri, hər bir şərdən onları çəkindirsinlər. Və başda bizim Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem olmaqla bütün peyğəmbərlər bunu etmişlər. Və həmçində bizim Peyğəmbər sallallahu aleyhi ve sellem öz ümmətinə qarşı şəfqətli idi, rəhimli idi. Öz ümmətini öyrətməyə həris idi. Və ona görə də bu vəzifəsini layiqincə yerinə yetirdi. Və Allah Teala da bunu Quran-ı Kərimdə Maidə surəsinin 3-cü ayəsini endirməklə təsdiqlədi. Allah Teala buyurdu ki, bugün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim. Yəni bu göstərir ki, bu ayə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətinə hər bir xeyri bildirmiş və hər bir şərdən çəkindirmişdir. İnsanın üzərindən yalnız düşən nə olur? Bu haqqı axtarsın və bu da çox rahatdır, çətin deyil. Allahın kitabı, elhamdülillah, bütün dinlərə tərcümə olunub, tərcüməsi var. Həmçinin dili öyrənməklə də öyrənə bilər insan bu haqqı. Allahın kitabına qayıtmaqla və Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsinə qayıtmaqla insan bunu, yəni bu haqqı öyrənməlidir. Və həmçində öyrəndikdən sonra nə etməlidir? Tabi olmalıdır. Və necə ki, uca Allah Quran-ı Kərimdə buyurur, o kəslər ki, bizim yolumuzda cihad edərlər, yəni çalışarlar, biz onları öz yolumuza yönəldərik. Yəni Allah Teala Quran-ı Kərimdə
bizə bildirir ki, kim istəsə Allah Taala onu yönəldər. Kifayətdir ki, istəyəsən və can atasan buna. Ona görə biz şahidi oluruq. Şahidi oluruq, baxırsan ki, dünyanın ucqar yerlərindən başqa millətlər, İslamdan çox uzaq olan millətlərdən olan insanlar İslama daxil olurlar, İslamı qəbul edirlər. Necə? Və özlərinin də maraqlarında görürsən ki, çox rahat yolla, sadəcə biraz maraqlanmaqla, eləsi var ki, sadəcə Quranı oxumaqla, gəlir məscidə və imamla söhbət eləməklə artıq haqq ona bəlli olur. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bayaq qeyd elədiyimiz kimi doğru yolu bizə bildirib, bəyan edib və bugün Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin bizə, yəni öz ümmətinə doğru yol üçün çəkdiyi bir məsələ, yəni iki hədisi qeyd edəcəm. Yəni bu iki hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə doğru yolun nə olduğunu açıqlayır. Asan bir yolla, yəni məsəl çəkməklə. Çünki məsəl çəkmək, bənzətmək bu həmişə biz görmüşük ki, ata-babalardan və s. bir şeyi anlamaq üçün ən gözəl yollardan biridir. Məsəl çəkir, izah eləyir. Məsələn, bunu buna bənzədir ki, insan daha da aydın olsun. Necə ki, ərəblərin bir sözü var, bil misali yattadihul məqal. Yəni sözlər, deyilən sözlər məsələlərlə izah olur, aydın olur. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də bir çox yerlərdə məsəl çəkmiş. Həmçinin Allah Taala hətta Quran-ı Kərimdə baxırıq ki, məsələlər çəkir, misal çəkir. Hansısa bir hökmü biz bəyan eləmək üçün, hansısa bir məsələni bəyan eləmək üçün Allah Taala Quranda məsələlər çəkir. Və bu məsələlərə əslində diqqət eləmək lazımdır. Əgər Quranda hansısa bir Allah Taala məsəl çəkirsə, ona diqqət elə. Gör orada Allah Taala nəyi bildirmək istəyir. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də doğru yolu bildirmək üçün məsəl çəkib və bu məsələlərdən iki hədisi mən toplamışam və inşallah burada Allahın izni ilə oxuyaq. Birinci hədis İmam Əhməd-i Musnəd əsərində və digər Sünən kitablarında Nəvvas ibn Səm'əndən rəvayət olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Allah düz yolu məsəl çəkmişdir. Yəni Allah Taala düz yol üçün bir məsəl çəkib. O yolun hər iki tərəfində iki divar var. Yəni uca Allah bizə bildirir ki, sizin tutduğunuz bu doğru yol bir yola bənzəyir və bu yolun hər iki tərəfində divar var. Divarlarda açıq qapılar, qapıların üzərində isə endirilmiş pərdələr vardır. Yəni təsəvvür edin ki, insan, hər bir insan, yəni bu dünyada doğru yolu tutub gedən hər bir insan təsəvvür etsin ki, bir yoldadır. Bu yolun hər iki tərəfində divarlardır və divarlarda açıq qapılar var, sağda, solda və bu qapıların üzərinə pərdə çəkilib. Yolun girişində bir carçı səslənərək, ey insanlar, hamınız bu yola daxil olun və ondan kənara çıxmayın deyir. Bu yolda bir carçı var, yolun əvvəlində və insanları hamısını bu yola dəvət edir. Və deyir ki, ey insanlar, hamınız bu yola daxil olun və ondan kənara çıxmayın. Yolun içərisindən də başqa bir carçı səslənir. İnsan o qapılardan birini, yəni həmin pərdələrdən birini qaldırmaq istədikdə, həmin carçı deyir, vay sənin halına, onu açma. Çünki onu açsan, mütləq içəri girəcəksən. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu məsələ açıqlayır. Düz yol İslamdır. Yəni həmin o düz yol İslamdır. İki divar Allahın qoyduğu hədlərdir. Yəni Allah Taala biz bu yolla gedirik, divar var, divarın o yanı Allahın qoyduğu hədlərdir. Yəni Allahın qadağalarıdır. Açıq qapılar Allahın haram buyurduğu şeylərdir. Yolun girişində çağıran carçı Allahın kitabıdır. Yəni hamını dəvət edir ki, ey insanlar bu yola daxil olun. Yolun içərisindən çağıran carçı isə hər bir müsəlmanın qəlbində olan Allahın nəsihətçisidir. Yəni insanın vicdanı, iman nuru, imanı. Və bəzi şərhlərdə gəlir ki, mələk. Və insan təsəvvür edin ki, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə məsəl çəkir ki, yəni insan doğru yolla gedən insan bax bu yolla gedir, yolda qapılar var və qapıların üzərində pərdələr çəkilib və insanı sözsüz ki, bu yola insan həmin qapılardan keçmək istəyir. Həmin pərdələr insanı cəlb edir, haram işlərdir. Və açmaq istədikdə insanın qəlbində olan Allahın o carçısı, o nəsihətçisi, insanın yəni vicdanı, iman nuru insanı qoymur, etmə. Çünki fikir versəz, həmişə günah etmək istəyəndə insanda bir müddət bir maneə olur, dayandırır insanı, nəsə saxlayır insanı. Lakin sonradan şeytan güclü olduqda, insanın imanı zəif olduqda, yəni iman artmalıdır ki, bu nəsihətçi də güclü olsun. İman zəiflədikcə bu nəsihətçi də zəifləyir.
Və İbn Teymiyyə rahimehullah bu hədis barədə göründə deyir ki, bu çox əzəmətli bir hədisdir. Kim onu düzgün anlayarsa, ondan çox böyük fayda əldə edər. Və bu hədis ona bir çox elmləri öyrənmək ehtiyacını belə aradan qaldıracaq qədər fayda verər. Yəni fikir verin, bu hədisi düzgün başa düşün, əməl etmək insana nə qədər çox faydalıdır. Bu hədisdən biz götürdüyümüz faydalardan nədir? Birincisi, fikir verin, hədisdə qeyd olundu ki, doğru yolun kənarında divarlardır, bu divarların üzərində açıq qapılardır və fikir verin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demədi ki, bu qapılar möhkəm bir qapı ilə bərkidilmişdir. Deyir ki, üzərində nə var? Pərdə var. Yəni, haramlara düşmək çox rahatdır. Yəni, pərdəni çəksən kifayətdir. Pərdə daha, belə deyək, möhkəmdir, yoxsa qapı? Qapı. Amma bu açıq qapılara pərdə asılır. Ona görə də insan bilməlidir, yəni harama düşmək rahatdır, insan özünü qorumalıdır. Və həmçinin, demək ki, Allahın kitabı, görürsünüz, bu hədisdə qeyd olundu ki, bu doğru yolun başında bir carçı səslənir ki, ey insanlar, bu yola daxil olun. Və bu da dedik nədir? Allahın kitabı. Demək ki, doğru yolu tutmağın və doğru yolda sabit qalmağın əsas səbəblərindən biri nədir? Allahın kitabını oxumaq, Allahın kitabına qayıtmaq. Sözsüz ki, yəni insan, bu yolla gedən insan, ola bilər ki, şeytan azdırsın, hansısa bir pərdəyə qaldırsın və s. hətta girsin, məsələn. Lakin insan ümidini kəsməməlidir Allahdan. Yəni, ola bilər ki, günaha düşdün də nə etməlidir? Tövbə etməlidir. Allaha qayıtmalıdır. Yəni, əlhəmdülillah, tövbə qapısı qiyamətə qədər açıqdır. Həmçinin can boğaza yetişənə qədər. Ona görə insan ola bilər, yəni, necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur, وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ. Sən nə qədər çalışsan da, insanların çoxu doğru yolda olmayacaq. Yəni, azan olacaq. Bu günahlara düşən olacaq. Və belə olan halda nə etmək lazımdır? Allaha dönmək lazımdır, tövbə etmək lazımdır. Və həmçinin bu hədisdən biz götürürdük ki, Uca Allahın qoyduğu hədlər var. Hədlər, yəni sərhədlər var. Bu sərhədlər də Allahın qadağan etdikləridir. O sərhədləri keçmək olmaz. Necə ki, başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən Allah müəyyən hədlər qoymuşdur, onları aşmayın. Sizə bəzi fərzlər buyurmuşdur, onları itirməyin. Bəzi şeyləri haram etmişdir, onları pozmayın, yəni onlara yaxınlaşmayın. Və həmçinin, qardaşlar, fikir versək, biz bir ayaq qeyd elədik ki, bu yolun başında bir carçı var, o da Allahın kitabıdır. Allahın kitabı həmçinin bizə nəyi bildirir? Həmçinin bizə bildirir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmaq da bu Allahın kitabına tabi olmaqdır. Bəziləri buradan deyər ki, baxın, görürsünüz, hədisdə də qeyd oldu ki, Allahın kitabı. Bu söhbət nədən gedir? Hədisləri inkar edənlər, sünnəni inkar edənlər. Deyərlər, görürsünüz, Allahın kitabı. Lakin Allahın kitabı bizə nəyi buyurur? Allahın kitabı bizə buyurur ki, Peyğəmbərə tabi olaq. Ona görə də Quran-ı Kərimdə 70-dən çox yerdə Allah təala nəyi buyurur? Allaha və onun elçisinə itaat edin. Peyğəmbərə itaat etmişsə, artıq Allaha itaat etmiş olar. Mən ata'ar rasulə fəqat ata'allah. Həmçinin başqa bir ayədə Allah təala buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem özündən danışmır. Onun danışdığı nədir? Yalnız vəhiydir. Və bunlar hamısı nəyi göstərir? Göstərir ki, sünnəyə tabi olmaq da Allahın kitabına tabi olmaqdır. Əgər Allahın elçisinə, Peyğəmbərə sallallahu aleyhi ve sellemə tabi olmasan, yəni sünnəyə tabi olmasan, sən Qurana tabi olmuş sayılmazsan. Həmçinin başqa bir hədisdə Allah təala buyurur ki, Allahın elçisi sizə nəyi verirsə onu götürün, nədən çəkindirirsə ondan çəkinin. Yəni bu mənada ayələr çoxdur. Ayələr çoxdur. Ona görə Allahın kitabına tabi olmaq Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə tabi olmaqdır. İkinci hədis, keçək ikinci hədisə. Yəni bu hədis barədə bu qədər. İkinci hədis, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin doğru yola çəkdiyi ikinci məsəl yenə də İmam Əhmədin Musnəd əsərindədir. Hədis Abdullah ibn Məsuddan rəvayət olunur. Abdullah ibn Məsud deyir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm bizim üçün yerdə bir düz xətt çəkdi və buyurdu. Bu Allahın yoludur. Sonra həmin xəttin sağ və sol tərəfində bir neçə xəttlər çəkdi. Və dedi ki, bunlar isə müxtəlif yollardır. Yəni azdırıcı yollardır. Hədisin ravilərindən biri deyir ki, yəni bir-birindən ayrılmış yollardır. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu. Bu yollardan hər birinin başında insanları öz yoluna çağıran bir şeytan vardır.
Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Əl-Ənam surəsinin 153-cü ayəsini oxudu və buyurdu ki, şübhəsiz ki, bu mənim doğru yolumdur, onu tutub gedin, başqa yollara uymayın, yoxsa o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Və bu hədis bizə nəyi göstərir? Bu hədis göstərir ki, Allahın yolu, yəni Allaha aparan yol bir dənədir. Görürsünüz, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləm neçə dənə xət çəkdi? Bir xət çəkdi. İki xət çəkmədi. Ki, bu da aparır, bu da bir xət çəkdi. Bu o deməkdir ki, doğru yol bir dənədir. Və həmçində bu yolun başında, nədir? Bu yolun ətrafında digər yollar var və bu yolların başında da şeytan və şeytan da nə edir? Çağırır. Və demək, Abdullah ibn Məsudun başqa bir sözü var. Doğru yol barədə soruşurlar onu başqa bir rəvayətdə. Bir Abdullah bin Məsuddan doğru yol barədə soruşduqda belə dedi. Muhammed sallallahu aleyhi ve sellem bizi elə bir yol üzərində qoyub getdi ki, onun başlanğıcı bizim yanımızdadır. Yəni biz o yoldayıq. Həmin yolun sonu isə cənnətdədir. Yəni bu yolun sonu harada bitir? Cənnətdədir. Bu yolun sağında və solunda başqa yollar vardır. O yolların üzərində insanları özlərinə çağıranlar dayanmışlar. Yəni şeytanlar. Kim o yan yollardan birinə girsə, sonda onu cəhənnəmə aparacaq. Kim isə bu düz yolda qalarsa, onu cənnətə çatdıracaq. Və bu nəyi göstərir bizə, qardaşlar? Bu göstərir ki, demək, zəlalət yolları çoxdur. Yəni, ehtiyatlı olmağımızı bizə bildirir bu hədis. Ehtiyatlı olmalıyıq. Və doğru yolda nədir? Bayaq qeyd elədiyim, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin, Allahın kitabına və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sünnəsinə uyğun olan yoldur. Yəni, bu yol doğru yoldur. Və bəziləri, məsələn, müəyyən, əsasən, xüsusən müəyyən firqələrdən və yaxud zəlalət firqələrindən baxırsan ki, sual verir, deyir ki, sən də deyirsən doğru yoldayam, mən də deyirəm doğru yoldayam. O da deyir doğru yoldayam, hamısı deyir. Yaxşı, bunu biz hardan bilək ki? Əslində, bunun cavabı çox rahatdır. Gəlin, baxaq. Sən də öz etdiyin əməllərə bax, mən də öz etdiyim əməllərə baxıram. Hansımızın əməli Qurana və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sünnəsinə daha uyğundur? İnandırım sizi ki, buna fikir versə kifayətdir. Bir-iki şey araşdırsan, yəni onların etdiyi əməllərdən bir-iki şey misal gətirirsən ki, bax, sən bu əməlləri edirsən. Məsələn, sən namazı belə qılırsan, mən belə qılıram. Sən 3 dəfə qılırsan, mən 5 dəfə qılıram. Sən möhürlə qılırsan, mən möhürsüz qılıram. Sən namazda bu işləri edirsən, mən etmirəm. Sən filan şeyləri belə edirsən, mən etmirəm. Gəlin, bunu oturaq, Quran-ı Kərimi açaq və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sünnəsinə. Kifayətdir. Kifayət edir ki, sən ona sübut edəsən ki, sən doğru yoldasan. Çünki Quran və Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin hədisləri onun dediklərinin hamısını inkar edir. Və bəziləri də bunu bilir. Çox maraqlıdır ki, bəziləri bunu bilir. Əlhamdülillah, bir çoxları bilib qayıdırlar, tövbə edirlər. Lakin bəziləri bilir və buna baxmayaraq yenə də israr edir. Və yaxud sən belə dua edirsən, mən belə dua edirəm. Sən belə təvəssül edirsən, mən belə təvəssül edirəm. Gəlin, baxaq görək, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Allah təala Quranda hansı təvəssülü buyurub? Necə dua etməyi buyurub? Yəni, bunlar hamısı deməli, araşdırdıqda, əlhəmdülillah, kimi doğru yolda olduğu çox rahat bilinir. Və bayaq qeyd elədiyim kimi, yəni sözsüz ki, səhvsiz insan yoxdur. İnsan, demək, bu günahlardan, yəni doğru yol tutduğu vaxt, hansısa bir günaha düşərsə, hansısa bir zəlalətə düşərsə, dərhal tövbə etməlidir, Allaha dönməlidir. Və həmçində bayaq qeyd elədiyim kimi, doğru yol, elm, yəni dini öyrənmək və ona tabi olmaqla olur. Ona görə ilk növbədə özümə və sonra qardaşlarıma tövsiyəm budur ki, elm almağı heç vaxt tərk etməsinlər, heç vaxt bu işdə, yəni bu yolda zəifləməsinlər, daim elm alsınlar, Allahın kitabını tədəbbür etməklə, həmçinin dərslərə qulaq asmaqla, yəni salamat qardaşların dərslərinə qulaq asmaqla, özün üçün araşdırmaqla və s. Yəni daim elmini artırmalısan. Əgər istəyirsənsə, sən bu yolda sabit qalasan, sabit qalmağın demək, əsas səbəblərindən biri də elm almaq, daimi elm almaq, davam etmək və həmçində öyrəndiyin elmi də əməl etmək. Əgər öyrəndiyin elmi əməl etməsən, həmin elm səndən gedəcək. Ona görə alimlərin bir sözü var, deyir, elm əməli çağırır, əgər əməl ona cavab verməsə, çıxır gedir. Bu qədər qardaşlar, Allah bizə eşidib faydalardan etsin, Allah bizi bu dində sabit etsin. Allah təala bizi Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin sünnəsinə tabi olan qullarından etsin, bu yolda bizi sabit etsin və
qiyamət günü cənnətdə bizi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə birlikdə cəm eləsin.